Herkese salam kızlar. Necəsiz? Bu qoy bugün başımda qalsın, kombinimə qəşəng yaraşır. Sizə nə göstərim? Bu mənim yeni dostlarımdır. Tanış olun. Ad qoymamışam, deyin niyə? Adını sizlə bərabər qoyaq. Gəlin sizlə bərabər bu iki dənə bəy xanıma ad seçək. Bu arada qoy bunları sizə yaxından göstərim. Baxın, indi hayasızlıq edəcək. Baxın. Ona baxın. Üstümə şoğuyur, baxın. Bunların qəfəsini filan öz rəngimdə seçmişəm. Sizə bunlara necə qərar verdiyimdən deyim. Heç ağlımda belə yox idi ki, gedib belə bir quş alım. Beynimə birdən işte oturmuşdum. İnanın, həqiqətən heç bir düşünmədən, heç bir yerdə görmədən, heç bir yerdə yastıma çıxmadan işte oturduğum yerdə qərar verdim. Dedim ki, mən qərar verdim, quş istəyirəm. Qaqaş da dedi ki, bu qərarı nə zaman verdin? Dedim, elə indicə bu dəqiqə. O da dedi ki, heç nə, Allah xeyir versin, ağlına qoydunsa, ağlına girdisə, sən bunu onsuz da eləyəcəksən. Gəl, gedək, bərabər alaq. Bizim də vlog günümüz deyildi, çəkiliş günümüz deyildi deyə çəkiliş aparmadım. Amma getdim, bu şirin, şey istəmirdim. Belə mavi, sarının bir də xalxallıları olur, onlardan istəmirdim. Onlar təklif elədilər ki, bəs elə verim, birini mavi, birini sarı. Dedim ki, yox, ikisini də sarı istəyirəm. Mavi istəmirəm. İkisini də sarı istəyirəm. İkisini də sarı götürüm. Daha sonra bu iki dənə şirin. Hələ bir saçlarına baxın da bunun. Qızlar qəribə şəkildə dala-dala gedirlər. Arada sırada dala-dala gedirlər qəfəsin içində. Nəysə, qəfəsini mən biraz balaca istəmişdim. Dedim ki, balaca xırda bir də şirin bir şey olsun. Amma dedilər ki, yox, elə şey olmaz. Gərək bunların qəfəsi böyük olsun ki, bunlar rahat olsunlar. Mən də getdim, böyük qəfəsdə bunu belə aldım. İndi qızlar, ən gözəl, ən şirin, bunlara ən yaraşan, bunlar cütdülər. Yəni kişi qadın cütdülər. Bunlara ən yaraşan, ən şirin, ən tatlı bir dənə ad seçək, gəlin bərabər. Mən əslində qadının adını Noxud istədim. İstədim ki, onun adını Noxud qoyam. Gəlin belə eləyək. Qadının adını mən qoyum, onu Noxud qoyum. O birisinin də adını siz qoyun. Birini mən qoyum, birini siz qoyun. Şərt bölməsinə yazın. Ən belə onlara yaraşan, saçlarına, quyruqlarına, görüntülərinə yaraşan ən qəşəng adı mən də onlara qoyacağım. Hətta adlarını belə burada yazdırmaq istəyirəm. Fikrim var ki, belə bura yazdıram adlarını. Ona görə də qəşəng ad seçək ki, yazda da qəşəng görsənsin, özlərinə də yaraşsın. Bunlar mənim oldu təzə dostlarım. Artıq bütün günü bunlarla məşğul olaram, bütün günü bunlarla başımı qataram. İndi gedib bunlara güzgü, oyuncaq filan da alaram. Pillənkən olur belə içinə qoymağa, gedib onlardan da alaram. Hələ ki belə qəfəsi nətər verdilər, elə də götürüb gətirmişik. Belə özlərinin yerlənçəyi var idi. Belə, indi siz mənim oğluma bir dənə ad seçin. Mənim oğlumun adını qoyaq. Qızımın adı da olsun Noxud. Şərt deyil ki, uyğunlaşsın, ciki-bökü, öcük-bücük kimi, yəni şərt deyil ki, iminlə ona oxşasın, ona bənzəsin. Prosto ona qəşəng yaraşsın da, onun görkəminə, görüntüsünə qəşəng yaraşsın. Çünki özü qəşəngdir axı. Quyruğu lap uzun olan bu, quyruğu, dayanın buradan göstərim. Quyruğu lap uzun olan kişidir, quyruğu qısa olan qadındır. Bu Noxuddur. O tərəfdə olan Noxuddur. Buna da bir dənə ad seçin. Ondan sonra ikisini də birlikdə baxarıq sizlə. ChatGPT yazdım. Biraz baxımlarını, nə yeyirlər, nə içirlər. Yumurta dedi, soyutma yumurta, göyərti, çüt filan dedi, verə bilərsən. Ondan sonra skvaytnəkdən qoru dedi. Həftədə bir-iki dəfə belə pıs-pısla su elə dedi çiməklər üçün. Ondan sonra
bəzək, düzək, kaliso, boğazına bir şey heç nə eləmə dedi. Onlar sevmirlər elə şeyi. Bunların növünü də dedi. Qəribə bir növ dedi. Bunlara məhəbbət quşları da əslində. Allah heç bir məhəbbətdə, heç bir istəkli cütlükləri ayırmasın. Allah bunları da ayırmasın. Bir yerdə qocalsınlar. Ayrılıq çox pis şeydir çünki. Məhəbbət quşları da Allah məhəbbətlərini böyük eləsin. Mən də onların məhəbbətinə baxa-baxa onlardan zövq alım. Belə. Seçəcəyiniz adlar mənim üçün də çox maraqlıdır. Şərh bölməsində səbirsizliklə gözləyəcəm. Bu vlogu paylaşacağım. Bu vlogun altından siz seçərsiniz, deyərsiniz adları. Gələcək vlogda da mən onları ikisini də... Buna bax, üstümə şoğuyur, buna bax. Hansı adı seçdiyimi yazaram. Orada sizdən paylaşaram. Mən bunu içməsəm ayıla bilmirəm dərdəsə. Ayıla bilmirəm yox, mən bunu içməsəm günə başlaya bilmirəm. Yoldan da meyvə aldım. Şirniyyat aldım. Bu şirniyyatı çox sevirəm. Yolumun üstündədir. Biri belə bir dənəsi 50 qəpikdir, amma qəşəng doyumludur da. Yəni bir belə səhər kofe ilə içməyə qəşəng. Əslində çox resepti çox hasant və tez-tez elədiyim bir şey idi. Bunu uşaqlarım da xoşlayır. Amma indi işləyirəm deyə, o vaxt ayıra bilmirəm deyə belə alıram. Xoşladığımız bir şey. Və niyə belə yedik? Kitablarımı gətirmişəm qızlar. Bunu başlayacağım bugünlərim. Çox nazik kitabdır. Çıqqıl bir şeydir. Yəqin ki, elə mən bunu bir günə bitirərəm də. Elə bugün başlayıb, bugün də bitirərəm. Əslində belə biraz kişi kitabına oxşuyur gözümdə. Görün bu nədir? Bunda bir xanım var, gəlib o götürəcək. Həm izləyicimdir, yəni izləyici kimi tanış olmuşuq, Gəncəlidir. İzləyici kimi tanış olmuşuq. Ondan sonra da belə, o da mənim kimi kitab sevərdi deyə söhbətimiz kitabdan davam elədi. Ona verəcəm bu kitabı. Məsudə Cabbarın Oynadığımız Son Oyun kitabıdır. Mən oxumuşam, qəşəngdir. Onu da verəcəm, o da oxusun. Öz istəyib bu kitabı. Mənə qalsa bunu yox da başqa kitabı məsləhət görərdim, amma öz istəyibdi bu kitabı. Oyuncağı mənə keçən vloglarımda dedim, mənə rəfiqəm vermişdi. Mən onlara gedəndə orada bunun görüntüsünü çox xoşlamışdım. Çox şirin gəlmişdi mənə. Bu da hətta oğlununki-idi. O da dedi ki, götür sənin olsun. Mən o qədər xoşlamışdım ki bunu. Yəni həqiqətən sevərək götürdüm də. Yəni yox istəmirəm filan demədim. Həqiqi dedi, mənim olsun dedi, hə götür sənin olsun. Neyse mən bunu gətirdim. Bu həqiqətən də bura qoymuşam. Burada mənə qəşəng bir xoş təəssürat bağışlayır da.
Bir xanım gəlib yazıb ki, o xristianlar kimi dua edir. Mən bilmirəm, yəni o necə dua edir, xristian kimi beləm eləyir, beləm eləyir, hər necə eləyir. Mən yəni bilmirəm o necə dua edir, mənə dua eləməyi xatırladır, mənə xoş təəssürat bağışlayır. Bilmirəm, yəni bunu görəndə yəqin ki, xaç filan yadınıza düşür sizin, amma mənə həqiqətən də Allaha duanı xatırladır. Tamam, o da madəm elə görüntü veribdi, mən hətta bunu belə eləyirdim hələ, belə eləyirdim ki, daha belə ürəklə dua eləmiş kimi olsun. Tamam, madəm siz belə deyirsiniz ki, bu xristian kimi dua edir, gəlin bunu İslamçı kimi dua elətdirək. İslam dinindeki kimi dua elətdirək. O birisi iğnədən olsaydı lap yaxşı olardı. Amma o birisi mağazindəyəm də, o birisində yoxdur. Onu görün bundan eləyə biləcəmi. Yeter de şirindi. Ay bu da olmadı. Oldu. Bence oldu. Çok da geçen şirin oldu. Bakın. Böyle dua ediyor artık. Ey Allah. Razı kaldınız mı? Bunu yazan hanım. Bir de yazıbdı ki bəs o mən bir şey anlamıram. Mən nə danışıram deyirlər, təbliğat edirsən. Bu insanlar məndən niyə bu qədər qorxur görən? Bu insanlar məndən niyə qorxur? Biz onu düzürəm keçən dəfə, mən mağazin işini görürəm də, işimi gördüyümü çəkirəm. Mən heç ömrümdə o bizonun dadını bilmirəm də ki, o bizonun dadı nədir də. İçinə pis baxmıram, hər kəs özü bilər. Mənə heç onunla işim yoxdur. Amma onun dadını belə bilmirəm ki, o bizon nə dadır da. Amma mən burada satıram bunu. Mağazin işini görəndə çəkmişəm. Deyir ki, bizon təbliğ edirsiniz. Bizonu insanların gözünə soxursunuz. Kolanı yığıram belə, kola qoyuram. Deyir ki, kola nə bilim kimlərinkidir. Siz onu insanların gözünə soxursunuz. Mən yəni bu qədər mi qorxuluyam sizin üçün, təhlükə mənbəyiyəm sizin üçün? Qorxmayın qızlar, məndən bu qədər qorxmanıza gərək yoxdur. Gətirim gün ortaya deyirəm, bir dənə özümə salat düzəldim. Ayda boş qala hala qoydum. Hə, gətirim bir dənə deyirəm qəşəng salat düzəldim. Cəmaatın da ürəyi yerinə gəlsin ki, siz nə qədər yeməyə pul verib gətirirsiniz, bu pulu hardan alsınız. Bu günlərim onların könlü xoş olsun. Bu mənim gilasım. Mən gilası çox sevirəm deyə. Atcana da olsa yarım kilo almıştım. Onun da üstünden biraz yemişim. Bu kadar kalıptı. Neyse. Sözləşdik Rəna ilə, birazdan görüşəcəyik, gedəcəyik şəhərə, Rənaya kitab alacaq. Qızlar, bu arada saçımın rəngini deyim sizə. O aldığım kraska var idi ki, dedim ki, təzə çıxıbdı, bəs şeydir. Onu qoydum, o mənim öz saç rəngimlə tünd elədi saçımı, harca 2 ton tünd elədi. İndi yuduqca açılar o ayrı məsələ, amma bu 2 ton tünd elədi. İstəməzdim, bu rəngi istəmirəm olsun, amma belə burada tünd düşür, amma o qədər də tünd deyil. Sadəcə
Biraz yani öz saçım açıq korişliviydi. Bu biraz tündür. Tündə yaxın belə korişlividir. Amma belə pis deyil. Hər kəs dedi yaraşır. Mən amma o saç rəngini daha çox sevirdim. Yəqin ki yuduqca açılar. Bir də qoymaram. İçində əslində birini qoymuşdum, biri qalmışdı, amma bir də qoymaram bu kraskanı. Öz Aleximi tapıb öz Aleximi qoyaram. Bundan öncəki vlogumda çəkdim, saçımı belə göstərdim, amma deməyi unutdum ki, onu da bir gün axşamdan qoymuşdum. Deməyi unutdum ki, bunu niyə göstərirəm? Dedim ki, səslə danışanda deyərəm ki, yəni qızlar saçımın rəngi tündləşibdi, amma yadımdan çıxdı demədim ki, yəni saç boyam ondan əgər alası olan qızlar diqqət eləsinlər, çünki onun məsəl üçün mən 7-1 istəyirdim, onun 7-birindən bunun 7-biri eyni olmadı. İstəməzdim saçımın rəngi dəyişsin, amma Türk demiş, yapacaq bir şey yox, dəyişdi. O kraskadan alacaq olan qızlar diqqət eləsinlər ki, bilmirəm indi bütün növləri, bütün nömrələri elədimi? Mənim saç nömrəm ondan fərqli oldu. Belə yəni bu da pis deyil, belə də ola bilər. Mənim üçün də biraz dəyişiklik oldu. Yəni qalsa da olar, problem deyil. Amma o saç rəngimi daha çox sevirəm. Kaş dokumun ağırlığına inana bilmərsiniz. Nə ağırlıqdadır kaş dokum. Niyə? Göstərəcəm indi. Görüm neçə var? 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18 var. Ay, 2 manat olsaymış. Bu görün. Burada var mı? Hə. 2 manat da buradan koyun. 18 dedim, 19. 19. Bu da 20. Bakayım artık onun yerine. 1 manat. Bu da 2 manat. Belə. İndi bunu salaq qastanıza. Çıxdım qızlar, gedirəm. Qızımla kontaktomun qabağında görüşəcəyik. O evdən çıxdı, mən də buradan çıxdım. Orada görüşəcəyik ikimiz. Kızımla görüşdük. Birinci gedək kitabımızı alaq, Rəna. Hə? Gedək kitabımızı alaq, sonra da gedək şeyə. Bir dənə təzə restoran var, sən ora aparacam. Getməmişik ora. Gedib orada dondurma yeyərik. Kızımın koftasına baxın, təzədir. Görün nə gözəldir mənim kızımın koftası. Təzə koftasıdır. Uy, sənə qurban olum Rəna. Çox qəşəngdir elə qızlar. Mamama bir dənə don tapdım, qəşəng sarafan tapdım, evdə giyinməyə. Onu aldım yol üstü. Gəldik, çatdıq bizim sevimli məkanımıza. Bizim ən sevimli məkanımız kitab oxu. Həqiqətən də kitab oxu. Sən bax Rəna. Bu Harry Potter'da bu eş. İstəmirsən? Bu Harry Potter'ları. Harry Potter'ı aldıq ama oxumadıq. Tamam. Mənim qızıma görə maraqlı. Set istəmirik də, sadəcə kitab istəyir bir dənə. İngilis dilində, hə. Keçən dəfə siz 2 dənəsini verdiniz, çox qəşəng bəyəndi. Hansılar idi Rəna keçən dəfə götürdüyün? Diğer o Willy Kit bir de
Grim kardeşleri teşekkür. Xoşlamadı? Maraqlı. Xoşladınsa götürürəm. Maraqlı. Qoy başqalarına da baxsın. Əslində bu qışa qalındır, bax yəni. Buydu keçən dəfə aldığım. Buna baxdım, amma o birisini seçdim. Yenə nazik kitab verməyin də. Bir günə qutarır o nazik kitabı. Bu da qalındır. O da qalındır, hə. Prosta şey yapsaydım Açma da, bakardım. açma olmaz ya qılanı. Bu çömələk Arxasında yazmıyor. Ağzında bunu yazıbdı. Məsələn, bax bunun arxasında yazıbdır. Bunlardan vermiştim. Ben Aytisinin bunun ikisini de istiyordum. Bunu almadı. Bunu aldık ya, prosta o şeyini aldık da başkasını. Hələ. Bunu Şey- istəyirsən? Hə, istiyordum. Bunlar götür. Tamam. İkisini də istəyirsən? 6 martı gibi. Hı hı. Sağ olun. Suyunu götür. Suyunu koltuğun altında. Aldık kızlar. Kızım 2 tane kitap beğendi. Ürenci oldu Rana. Hə. Kızım 2 tane kitap beğendi. İkisini de aldık. Kızımın canı sağ Bu arada olsun. bir defa da kitap almıştı. Kitabın dalında koleksiya da var idi. Hı. Orada bir tane de içten bir kitap hoşuma geldi. Hı. Şimdi onu aldık. Orada bütün koleksiyonu kurtarmak istedim. Bu neçə kolleksiyadan ibarətdir? 13 ders. Hələ biz уже 4-cünü aldıq, yoxsa 2-cini? Üçüncünü aldım. Yok, üçüncü yok. Hadi 3 tane aldım, üçüncü yok. Birisini de okumuştum ama. Ha bu 2 dənə kitab bir-birinin ardıdır. Yok, koleksiyadı. Ha. Prosta başka istoriya vardı. Ha. Geçer. Əsas odur ki, sənin ürəyincədir. Evet. Orada göz bansasının yanında mən bir dənə tanışım var. Keçən dəfə onlara gəlmişdim. Onun qabağından keçəndə gördüm bu restoranı. Həmin bu restoranı orada gördüm. Ağlımda tutdum ki, qızımla gələrik bura. Qabağından keçəndə görüntüsünü bəyəndim. Keçən dəfə bir xanım yazmışdı ki, siz evdən eşiyə çıxan deyildiniz. Bu qədər restoranı hardan tanıyırsınız? Instagramdan tanıyıram. Qabağından keçəndə görürəm. Ətrafdakı qızlardan eşidirəm. Elə bilirəm, həm də istəyirəm ki, həmişə fərqli yerlərə gələk ki, Rəna görmədiyi yerlərdə otursun, görmədiyi yerləri görsün. Özüm də həmçinin istəyirəm ki, ona görə fərqli yerlərə gələk. Baxın, bura göz bansasıdır. Burada mənim dediyim restorandır. Evet, görmüşlər. O da yoktu. Kıvaç bir de hikaye yazmıştı. O anda adı da Edin. Hangi? Oğlan adı? Demək qızlar, mən elə bildim ki, bu Rəna bura gəlməyibdi. Mən gəlməmişdim. Mənim birinci dəfəmdir. Çox da maraqlı gəldi, çox da qəşəng gəldi. Dizaynı falan çox qəşəngdir. Mən birinci səfərdir gəldim, amma Rəna səndimə gəlibmiş. Rəna atasından gəlibmiş bir dəfə bura. İçəri girəndə tanıdı. Heç nə, mənim ilk dəfəm olsun, onun ikinci dəfəsi olsun. Menümüzü seçək, yeməklərimizi seçək, dadına baxaq. Mən aldığım bütün ayranlara mütləq duz tökürəm, mütləq. Çünki duzları az olur. Değişik atık değil. Şeydir də, hazırlanma ayranı da, hazır ayran deyil. Xoşlamadın? Hem de yok da hem de şey.
O biri stolda yasəmən rəng boşqablar var. Bu boşqabların yasəmən rəngi. Eləmə tənbəllik aparıb onu dəyişəcəm. Tamam da gelsin, bu da gelsin. Mən dəyişdim. Bu rəngi biz sevirik deyə biz başa qoşduq. düşdüm. Olar bu qalsın. Yok, problem değil. Sağ ol. Onda ben sizi var. Ha, düz. Amma yasəmən rəng tapdım. Əsas odur ki. Kızımın da koftası patsivet oldu. Safetkanı oradan götür, görsənir. Kızımın da koftası patsivet oldu. Rana, boşqabın burada, tezin oradasın. Çək. Əslində təmizdir, yəni hər yer təmizdir, güzgü şiş olmağına baxmayaraq tərtəmizdir hər yer. Sadəcə mən adətimdir də bu. Biz indi kızımla bura gəlmişik. Bəzi izləyicilər yenə yazacaq ki, gəzirsiniz, amma narahat olmayın. Nə qəşəng qaynar isti gətirdilər ki, ləzzət eləyir də bu istiliyi belə bəs eləyir də adamı belə xoş gəlir də. Şaurma istədik. Qızımla ikimiz də şaurma gətirdik. Şaurma yedik, bir də ayran içdik. Məncə məbləğdə qəşəng gəlirdi, pis gəlmir. Normal gəlirdi yəni. Rəna, öncə yeməklərə puan verək. Mən şaurmaya həqiqətən 10 üzərindən 9 verdim. Hətta 10 da verə bilərəm, problem yoxdur. Çox bəyəndim, çox sevdim. Şaurmanı həqiqətən çox xoşladım. Ayranları turşuydu. Ayranlarına 10 üzərindən 4 verdim. Turşuydu. Yəni baxırsan ki, elə qatığı belə hazırlayıb gətirsin. Rəna amma şaurmasını yemədi. Paket elətdirdik, evə aparacağım. Heç dilinə vurmadı. Bir dişdə aldı, yemədi. Mən şaurmaya 9 verirəm, ayrana da 4 verirəm. Sən? Bir də Free qəşəng idi. Hə, Free də 9 verirəm. Mən xoşladım. Birincisi, kartoşka free. 10 üzerinden 10? 10. Ama şaurma 10 üzerinden 1. Ola bilərmi ki, sən şaurmanı xoşlamısan? Şaurma dadını Hoşturum. Hoşturum ya şaurma. Prosto ne bileyim bunun tadı hoşuma gelmedi. Ama ayrına 5 veririm. 5? Belə. Məkana isə mən 10 üzərindən elə 10 verirəm. Təmizliyi daxil, görüntüsü daxil, sakitliyi, huzuru daxil. 10 üzərindən elə 10 verirəm. Çox bəyəndim, çox qəşəng idi. Bura bir dəfə də gələrəm. Çox gəlmək istəmirəm. Niyə çox gəlmək istəmirəm? Getmədiyim yerlərə getməkdən ötürü. Amma bura bir dəfə də gələrəm. Mən məkana 9 verirəm. Çünki Çünki görə bilərsən ki, burada bazı kirlər qalıbdır. Yox, yalan demə Rəna. Burada kir yox. Qalıbdır. Rəna, hanı? Göstər. İncəli təmizlədim. Ola bilər səndən sıçradı. Buradan bura sıçradı.
Yox, mən içəri girəndə baxdım, amma məkan təmiz idi. İçəri girəndə mən baxmışdım. Nəysə, kitablarını aç görüm. Bunu bir dəfə də almışdıq, yazın görmüşdünüz vlogda. Bunun başqa kitabıdır. Bunun aslında dalında koleksiyonlar var. Bunu qoca romansıydı. Hə, bunu oxumuşam. İndi qoca romansını almışdım. Hə, bundan bir də bunu almışam. Baxım onda alına. İndi biz aldığımız hansıdır? Bu? Yox. Bu hansıdır? Bu burada gözlədim. Olanı qoymurlar. Yox. Tuncay Evdəki hansıdır? Evdəki budur deyəsən. Bu. Gözlə görüm. Bu hansıdır bəs? Yox, budur, bu. Deyil. Bu odur. Yox, bu budur. Evdəki də budur. Sən bu koleksiyonu tamamlamaq istəyirsən? Ana, elə bir o evdə var. Yox, bu başqasıdır. Elə Görmüsən, adı başqadır. oxşur elə amma. Ama başqasıdır. O birisi, bunlar yeni bir şey diyecekler. Ama getdilər plaja. Ama bu da şey, Klavna Giro'nun kardeşinin payolları. Bu başka bir şeydi, o birisi başka bir şeydi. Çox razı qaldıq. Doyduq, qəşəng. İndi gedirik hara rəna. Cezmeye Klav. İndi gedirik dondurmamızı alaq. Sonra da gedirik dondurmamızı alaq. Sonra da qəşəng gezək. Çöplüdür bunlar. Bunlar kötüdür. Bunu yaxşı. Çöplüdür. Allah mı? Evi çöpü yok. Yok, çöpü yok. Ha bak. Neçədir? Bunlar bir. Kızım bu dondurmanı beğendi. Ben kapatı. Sapadı. Oscar. Fıstıklıdır. Geldik kızlar Bayraq meydanına. O tarafa kızım gitmek istemedi. Bayraq meydanına gelmişik. Semişkamızı da almışıq ki marojlarımızı yiyenden sonra semişka dayan. Dondurmamızı yiyenden sonra semişka tumumuzu da Bir vanilya. Vanilyadı zaten. Beleme bütün şokolatını yedim. Sağ olun. İstəyir. Nəlidir? Şiyələr falan bir də şokolad. Neçə? 1 manat. Nəli istəyirsən? Aha, bir dənə banan. Bir dənə də çiyəli. İndi siz gəlin çək. Yox. Ağzın tapmıyormuş mu? Bir şey dersin. Geçetime xoş deyirəm əslində. Kaktüsdən niyə xoşlamırdın onu anlamıram. Ben nostaljiyle de. Rəna dadımızı dəyişək. Aha. Onu tut da mən də içim. Geçəngdir. Amma çiləkli daha geçəngdir. Ama bananlı da güzel. Çiləkli daha geçəngdir. Bananlı da güzel. Hər ikisi də geçəngdir. Her üçü de güzel. Üç tane. Çox qəşəng təmiz hava var qızlar. Kokteylimizi içə-içə qəşəng gəzirik qızımla. Rəna, hər şey qəşəngdir. Evet. Sən daha qəşəngsən. Sen benden de güzel. Sən ən gözəlsən. Sen benden de en güzel. Hər şey sənin üçün. Hayır da sen de ötün.
Sən dədə deyəndə mən sevmirəm. Səni də qoymuram da dədə deməyə. Mənim başım qaşan kimi sən deyirsən ki, dədə. Mən də deyirəm, ay qız. Mən də deyirəm, ay qız. Dədə dedin sən. Sən də bir qaçıb gizlənsən. Dədə. Mən qoymuram deməyə. O da belə dədə sağ qurban olsun. Amma indi demirəm. Axır ki çıxdıq küçəmizə, gedirik evimizə, yemişik, içmişik, gəzmişik. Bir dənə üzümüzü yuyub, əl üzümüzü yuyub, əynimizi dəyişib, qızımla qucaqlaşa uzanırıq. Sabahlarım gecə qaqaş işdə orada qalıb, dükanda qalıbdı. Səhər durub o açmalıdır. Səhər durub o dükkanı açacaq. Mən də saat 1-ə, 2-yə kimi yatacağam. Səhər tez durmaq yoxdur. Ay, nə gözəl qoxur evimiz. Can! Ömrüm nə tərsən öpüm. Nə gözəl, nə qəşəng. Biraz yanlış. Şərbətdir. O nədir bə? Yaxşı, hazır nədən sonra çəkim. Əllərinə sağlıq. Bu qızın yerini bilən yoxdur da. Bu qızın qədrini bilən yoxdur da. Siz bir bunun əl səhqəsən çatlaq kurabiyə. Bəzilərinin başı kimi. Bütün qaşını neyin ağırsana? O kadar motivasyona girdin ki sen. Adıdır. Sizin heç gecə saat bilməm neçəsində bu cür gözəl tatlı yemək pişirən qızınız var. Bizdə var. Qadının var. Erkizdə deyirik. Mən oğlumda demirəm dedim, məsələn tutamam. Sizin heç belə tatlı yemək pişirən qızınız var. Gecə vaxtı bu qız ağlımızı başımızdan almaq istəyir. Gidin bir dənə. Şirniyyat da eləmişim. Kim istəyirsə onun evində eləyim alsın. Oğlum alsın. Təzdən de. Gözümü gösterdi ya elinde. Yaş təzdən de. Eyni şeyler oluyor ya. Deyirəm şirniyyat da eləmişim, lahmacun da eləmişim. Kim istəyir onun evində eləyim, mən alsın. Hər gün lahmacun eləyir. Başqa şirniyyatlar da eləyə Son bilirəm. çarəmiz. Şakadır ha. Bak gəlib ciddi almayın ha. Gəlib ciddi alıb kızımın hiçləməyin. Az kapanmış bu. Keçin ora. İdarlımsan. Tabağın pişirken gel bundan yaparmışım. Qaqışda xoşlayır. Yesən ki. Pomidorluya doğrayınca üstüne vurur. Kişniş də var. Pişik dayak sürmüş. Petruşka olsun. Sütü onun adı nədir o? Petruşka. Süt az da. Suyu nazik. Eri geçmeye kadar çürük dışlanmış. Bilməm də göyərtiləri. Tek evim olsun. Ona göre de evde kalsa. Göyərtilər ölgədən kimi alacaqlar. Qız bax göyərtinin adını bilir, iş lahmacun arasında qoyulan lahmacun eləyə bilmir. Deyil. Baxanda bilirlər də özləri. Teselli verildi.